topa yağış buludlarının keçdiyi ərazilərdə, istər şəhər ərazisi olsun, istər kənd ərazisi olsun, həmin ərazidə hava şəraiti qısa müddət ərzində kəskin dəyişilir. Buluddakı termodinamik qarşılığın kəskinləşməsi nəticəsində yağan dolunun diametri bir qədər iri dənəli yağa bilir. Eyni zamanda proses güclü şüalərlə müşahidə edilir. Çünki yüksələn bulud, yəni isti hava kütlələri sürətlə troposferin orta və yuxarı qatlarına doğru yüksəlir. Hətta bəzi Azərbaycan rasiyonunun xarakterik olmayan bir miqdarda yüksəlmə baş verir ki, nəticədə topa yağış buludlarının maksimal tavan yüksəkliyi hətta 15-19 km-ə qədər çata bilir ki, bu da çox güclü bir iri dənəli dolu yağışlarına səbəb ola bilər. Çünki buludun taban yüksəkliyi troposferin yuxarı qatlarına doğru yüksəldikcə havanın temperaturu troposferin yuxarı qatlarında çox aşağı olur. Bu da dolunun diametrinin daha da böyük iri dənəli yağmasına səbəb olur. Bu tip proseslər xüsusilə də iqlim dəyişikliyi nəticəsində son dövrlərdə Azərbaycan ərazisində də tez-tez təkrarlanması gözlənilir bu proseslərin və ən böyük risk isə Böyük Qafqaz rayonları arasında yerləşən rayonlardır. Gəncə Qazax ərazisidir, eyni zamanda Kiçik Qafqaz rayonları arasında yerləşən rayonlardır və Naxçıvan ərazisində, Mərkəzi Aran rayonlarında və Cəlilabad Astara ərazilərində bu tip kəskin atmosfer hadisələrinin və dağıdıcı hidroloji hadisələrinin artımında artım tendensiyasının, intensivliyinin daha da artması gözlənir və bu buludların dağılmadan, yəni gücünü itirmədən Bakı-Abşeron-Sumqayıt arasında da daxil olması riski var. Yəni bu risk nəzərə alınmalıdır. Nəticədə qısa müddət ərzində Bakıda da hava şəraitinin kəskinləşməsi gözlənilə bilər. Yəni bu barədə bu proses real zaman ərzində baş verərsə, kanalda qabaqlayıcı məlumatların yayımlanması gözlənilir. Kanalda əvvəlcədən də bildirdiyimiz kimi 2025-ci ilin yaz və yay aylarında Qafqazın Cənubi Azərbaycan ərazisində hava şəraitindəki dəyişikliklərin əvvəlki illərin müqayisədə daha tez-tez baş verməsi gözlənilir. Bu dəyişikliklər digər bir yandan havanın temperaturundakı kəskin tərəddüdlərlə müşahidə edilə bilər. Xüsusən də havanın temperaturunun aylar günlərdə 35, 40, 45 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Bu da topa yağış buludlarının güclü inkişafına səbəb ola bilər və sonraki günlərdə isə topa yağış buludlarının formalaşdığı dövrlərdə hava şəraitində kəskin dəyişiklik gözlənilə bilər. Nəticədə bu da iri dənəli dolu yağışlarına səbəb olması gözlənilir. Düşən leysan yağışlarının, yəni qısa müddət ərzində əraziyə çox güclü, şiddətli və ekstremal dərəcədə bir miqdarda, yəni çoxillik iqlim göstəricilərindən, çoxillik iqlim miqdarından əraziyə qısa müddət ərzində daha da güclü bir yağıntılar düşə bilər ki, bu da daşqının miqyasını artıra bilər, sel hadisələrində artım gözlənilir.